bazarın girişində bir tıxac əmələ gəlib, onu göstərəcəm sizə. Bəli, görürsünüz, avtomobil bazarının girişində əməlli tıxac müşahidə olunur. Bazarda yeni bir layihəyə, yeni bir proyektə start verilir. Söhbət TAT hərracından gedir. Bəli, dəyərli izləyicilər, külək adam aşırdır, yerimək olmur. Bakının yarısı veremedim. Siz axtarıb neyniyəcəklər? Bax, Bakının yarısı siz axtarıb neyniyəcək? Heç kim çəkiliş istəmir, maraqlıdır. Kimə yaxınlaşırsan deyir, yo, mən axtarırlar, çəkməyim. Yəni, nə müşahidə edirsiniz indidən? Zevksiz, çox zevksizlikdir. Yəni, alqı-satqı var? Niyə yoxdur, dəb kimidir. Mən görmürəm axı alqı-satqı. O görünmür ki. O alverdən olmaqdansa olmadığı yaxşı. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun deyirəm. Avtomobil bazarına gəlmişik. Ötən bazarki kimi, təbii ki, bundan əvvəlki bazarlar kimi. Görək bu bazar nə baş verir bazarda. Saat 7-dir, artıq 8-ə işləyir. Bu saatlarda bazarın girişində bir tıxac əmələ gəlib, onu göstərəcəm sizə. Bəli, görürsünüz, avtomobil bazarının girişində əməlli tıxac müşahidə olunur. Yəni, bazara avtomobil gətirmək istəyənlər artıq daxil olurlar bazara. Mən göstərəcəm sizə yuxarıdan vəziyyəti. İnşallah satarlar, inşallah bazara gətirən hər kəs maşınını satar və maraqlı bir bazar olar. Biz də gedişatda sizə maraqlı bir bazar təqdim edərik. 8-ə işləyir. İlk gördüyüm vəziyyəti sizlə bölüşürəm və ciddi bir külək var. İnşallah bu külək problem yaratmaz alqı-satqıya. Biz giririk bazara. Gedək baxaq görək bazarda nə baş verir. Ötən bazar bərbad idi hər şey. Alqı-satqı demək olar ki, yox idi. Baxaq görək bu bazar nə baş verəcək. Və elə Ford Fusion'dan biz daxil oluruq paralel şəkildə bazarın girişindən içəri. İçəridə də babat sıxlıq görürəm. Yəni görürsünüz. Hətta sağa sola dayanan maşınlar var, girişi bağlayan maşınlar var. Çox güman ki, bu bazar bolluqdur, elə buradan görsənir. Yuxarıdan ənənəvi yerdən də çəkib sizə təqdim edəcəm bazarın vəziyyətini. Görürsünüz, necə sıx şəkildə dayanıb avtomobillər, baxın. Bəli, ilk təəssürat bizi yanıltmadı. Bazarda həqiqətən də bolluq var. Kifayət qədər maşın çıxarılıb bazara və bir əldən maşın daşınır bazara. Görürsünüz, yuxarıdan çəkib göstərirəm. Çox az yer var ki, hazırda boşdur. O, həmin çox az yerə də bazara girən maşınlar o yerləri tutacaq. Bazarın bolluğunu yuxarıdan göstərdik, nə qədər çox olduğunu avtomobilin. İndi isə düşürük aşağı. Sizdən gələn o müxtəlif avtomobillər var ki, onları tapıb bir-bir çəkib göstərəcəm və paralel olaraq da bazarın ümumi vəziyyəti ilə yaxından tanış olacağıq. Baxaq görək bu bazar nə gözləyir bizi, bu bazara ümumiyyətlə nə baş verəcək, qiymətlər, alqı-satqı, çünki əvvəlki bazar heç yaxşı deyildi. Yollanırıq bazara mərkəzinə. Bu arada ötən həftə dediyim kimi maşınını satmaq istəyənlər, maşın almaq istəyənlər maşınsat.az saytına daxil olsunlar. Həmin saytda necə daxil olmaq lazım olduğunu videonun irəliləyən dəqiqələrində göstərəcəm və unutmayın, ətrafınıza da deyin, yeni saytdır, limitsiz saytdır. Nə qədər avtomobil yükləyirsən yüklə, sizdən pul tələb olunmur və paralel olaraq da avtomobillərin VIN kodunu bu saytda yoxlaya bilərsiniz. Biz düşdük bazara, getdik görək nə baş verir içəridə. Külək imkan vermir, avtomobilini satmaq istəyənlər rahat satsınlar, silib təmizləyirlər məcbur. Bir dəqiqədən bir bu silib təmizləmə prosesi gedir. Yəni hər yerdə avtomobilini silib təmizləyənləri görürük. Külək çünki imkan vermir. Toz torpaq və bir tərəfdən də maşın satmaq istəyənlərə bax belə təmizləyirlər ki, müştərilərə daha yaxşı və daha gözə gəlimli maşın təqdim eləsinlər. Yorulmayasınız qardaş, bazar olsun. Davam edirik biz digər avtomobilləri sizə təqdim eləməyə. Çəkim səni yoxsa yox? Bana dəftər. Yo. Yaxşı qardaşım. Sizə çəkmək olmaz? Ama onu bunu çək. Bakının yarısı veremedim. Siz axtarıb neyniyəcəklər? Bax, Bakının yarısı siz axtarıb neyniyəcək? Amma maşınımı satmağa gəlmirsən də. Necədir bazar? Yəni küləkdir, silib təmizləyirsən, amma o deyil də, yəni külək yenə batırır. Yoxdur, iş yoxdur. Heç kim çəkiliş istəmir, maraqlıdır. Kimə yaxınlaşırsan deyir, yo, mən axtarırlar, çəkməyin. Niyə axtarırlar? Səbəb nədir bilmirəm. Qardaş, bazar olsun. Sabahınız xeyir olsun. Olar sizlə həm söhbət olmaq dayı. Allah bazar versin. Sağ olun. Yəni problem yoxdur, narahat olmayın. Silib təmizləyirsiniz, bir tərəfdən də külək batırır. Nə deyirsiniz bugünkü bazara? Görək də nətər olacaqdadır. Sizcə əziyyətimizə dəyəcək? İnşallah deyək. Yəni nə müşahidə edirsiniz indidən? Zevksiz, çox zevksizlikdir.
Ötən bazar nə idi vəziyyət? Ötən bazarkının heyfini çıxa biləcəksiniz bu bazar. İnşallah görək çıxarıq da dedi. Neçə deyirsiniz? 25. K5 deyəsən səhv eləmirəmsə, Optima. Optima. Hətta Optima K5 2 turbodur. Hə, Neçə deyirsiniz? 25 yarıma. Amerikanka. Bəli. Nə qədər idi bu avtomobil? 112 mildir. 112 min. Neçənci ildir? 2014-dür yoxsa 17. 2017? Bəli. 25 minə. Bəli, 25-500. 25.500-ə 117 min mil gedib. Hə. Allah xeyirli bazar eləsin. Bəli, dəyərli izləyicilər, indi bu dayının K5-ini istəyirəm göstərəm. Yəni Optimasının Amerikankanı 25.500-ə deyir. Baxaq görək bu bazar deyir, satmaq fikrim var, görək sata biləcəmmi? 2017-ci ildir, Amerikankadır, 2 turbo benzindir. Yaxşı vəziyyətdə K5-dir, kosmetikaya hər hansı bir ehtiyac görmürəm mən kənardan. Görürsünüz, açarsız daxil olmaz, çünki avtomobil polnu full komplektasiyadır. İnteryerini sizə təqdim edirəm. Şokolad rəngi ilə qara rəngin sintezi var salonda. Oturacaqların elektron idarə olunmasını görürəm. Buradan mən sizə salonu daha geniş formada təqdim etməyə çalışıram. Biz ventilyasiyasını və paralel olaraq da isitmə düymələrini, yəni funksiyalarını müşahidə edirik. Yəni elektron əl əyləcindən tutmuş, arxa görüntülü kameraya qədər hər şey var avtomobildə. Yəni polnu full komplektasiyadır, böyük monitordur, sükandakı yəni multi sükandır və biz buradan lip stoplara qədər bu avtomobildə müşahidə edirik. Yürüyüşü də burada da 123 min mil yürüyüşdədir. Bu da panoramik damın olduğunu, yəni böyük bir lükün olduğunu göstərən bu görüntü. Biz yavaş-yavaş ön qapını astaca örtürük və keçirik. Arxa qapıdan sərnişinlərin oturduğu hissəni də təqdim eləməyə sizə. K5, dəyərli izləyicilər, Amerikanka 2017-ci il. Görürsünüz, salon əla və səliqəli vəziyyətdədir. Başladıq K5 ilə və davam edirik. Hələ kesilib təmizləmə görürük, bir alış-verişin şahidi olmuruq. Dayanıb cərgə ilə baxan maşınlar, müştəri yolu gözləyən insanlar, amma müştəri hələ də saat 8-dir, 9-a işləyib, bu saatlarda da yoxdur deyərdim. Fürsət düşdükcə avtomobillər çəkib sizə təqdim etməyə çalışıram və paralel də ətrafı müşahidə edirəm. Görürəm ki, 9-a işləyib, amma hələ real bir müştərinin avtomobillə bağlı pul saydığını görməmişəm. Baxaq görək yaxın bir saatdan sonra nə baş verəcək. Avtomobilinizi satmaq istəyirsinizsə, maşınsat.az saytına müraciət edin. Dəyərli izləyicilər, avtomobil bazarından bezmisinizsə, digər saytlardan bezmisinizsə, dediyim sayta daxil olun, yenidir, limitsizdir və avtomobillərin də VIN kodunu öyrənə bilərsiniz. Hələ ki, bir-iki avtomobillə maraqlanan varsa, o da həmin avtomobillərdə Sarentolardır. Alıcıları var başının üstündə, maraqlanırlar, yəni avtomobilin hər tərəfinə baxırlar. Baxaq görək bu neçədir, neçənci ildir və nə qədər gedib. Rəng dəyən yerlərini təqdim edir avtomobilini satan. Yəni, çox xoşum gəlir elə insanlardan ki, avtomobilinin bütün problemlərinin olduğu kimi deyir. 35.500-ə deyir. Dediyim kimi 2016-cı ildir və Noble Expression'dir. 35.500-ə. İndi interyerini sizə təqdim edəcəm bu canavarın. Baxaq görək. Bu dizel mühərrikli Sarento'nun interyeri hansı yerdədir, hansı mərhələdədir, daha doğrusu hansı görünüşdədir. Görürsünüz, elektron oturacaqlar və s. Yəni Noble Expression olduğuna görə görürsünüz, buradakı bütün funksiyalar hamısı yerindədir. Kör zonadır, nə bilim xətdən çıxmadır və s. Yəni bütün bura doludursa, və biz buradan gəlirik. Memory paket deyirlər, oturacaqların yaddaşlı idarə olunmasına qədər hər şey varsa, deməli, avtomobilin də ön bamperindən də biz müşahidə elədik və bilirdik ki, bu Noble Expression'dır. Ona görə də yaxınlaşdıq bu avtomobili detallı şəkildə sizə göstərməyə. Görürsünüz, avtomobildə lip stoplara qədər hər şey var, dəyərli izləyicilər. Sürətlər qutusunu hərəkətə gətirən mexanizmin böyründə, yəni bütün funksiyalar burada da var. Elektron əl əyləci, drive mod, sport mod və buradan biz qalxırıq böyük monitora doğru. Görürsünüz, klimat kontroldur, kondisioneri və oturacaqların isidilməsi, ventilyasiyası və burada biz bunun hər birini bax bu hissədə müşahidə eləyə bilirik, dəyərli izləyicilər. 182 min yürüşdədir. Təbii ki, Koreyadan gəlib avtomobil. Görürsünüz, arxa oturacaqlar da çox səliqəli vəziyyətdədir, dəyərli izləyicilər. Bir dəyərli izləyicim yazmışdı ki, Sarento çək, ona görə də fikirləşdim ki, bunu çəkmək yerinə düşər. Baxın, oturacaqları və biz qalxırıq hara, başdan başa panoramik damı sizə təqdim eləməyə. Görürsünüz, yəni, çox ləzzətli və çox gözəl görünüşdədir bu Sarento.
Allah satana da, almaq istəyənə də və yaxud alana da xeyir versin inşallah. Disk təkərgörsüz, xrom disklər və s. hər şey var. Bəli, dəyərli izləyicilər, xatırlayırsınızsa bir müddət öncə mən sizə bir təqdimat eləmişdim ki, bazarda yeni bir layihəyə, yeni bir proyektə start verilir. Söhbət TATS hərracından gedir. Hansı ki, bu hərrac bizim xarici ölkələrdə gördüyümüz, xüsusilə də Amerikada gördüyümüz hərraclarla birə-bir eynidir. Hansı ki, Azərbaycanda ilk dəfədir ki, bu hərrac keçirilir və ilk dəfədir ki, bu hərrac ikinci əl avtomobil bazarında, Badamdarda keçirilir və mən əminəm ki, bu hərrac bu bazara ikinci nəfəs verəcək və beləliklə də bazarda əməlli başlı bir rəqabət mühiti formalaşacaq. Bu hərracda artıq bir-birindən maraqlı və bir-birindən cəlbedici qiymətlərlə, cəlbedici qiymətlər niyə deyirəm? Çünki şişirdilmiş qiymətlərdən danışmırıq. Hər bir avtomobilin özünün qiyməti var. Cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff links, something like a mobile. Country boy stepping, yeah, I'm country boy. Bizi hərraca aparan yolu qısa formada sizə təqdim edirəm. Deməli, bazara gəldik, daxil olduq, davam edirik, gedirik. Gəlirsiniz və sizi yol gətirir düz TATS hərracının keçirildiyi nöqtəyə. Buradan daxil olursunuz. Bu da hərracın keçirildiyi nöqtə. İlk gündür, informasiya xarakteri daşıyır bu ilk gündə. İnsanlar toplaşır və təbii ki, hər kəs üçün ilk olduğuna görə, Azərbaycanda ilk dəfə keçirildiyinə görə məlumatlar bir o qədər azdır. Ona görə də insanlar toplaşırlar ki, bu məlumatı əldə etmək və burada çox sadə bir sistem işləyəcək. Bəli, bura istər avtomobil almaq istəyənlər, istər avtomobili satmaq istəyənlər təbii ki, sistem üzərindən qeydiyyatdan keçir, 10 manat depozit yatırmaqla təbii ki, və hərracda artıq sizin avtomobiliniz yer alır. Bir real qiymət deyirsiniz. Təbii ki, bu da hərrac keçirənlər üçün maraqlı olmalıdır həmin qiymət, şişirdilmiş qiymət olmamalıdır. Çünki bu hərracın üstünlüyü və fərqi digər bazarlarla müqayisədə daha real qiymətlərinin olmasıdır. Bir qiymət qoyulacaq, tutalım ki, 17 minə satmaq istəyirsinizsə avtomobili, başlanğıc qiymət qoyulur və avtomatik kim daha çox təklif eləsə 14 min, 15 min, 16 min, gəldi qiymət 16.500-ə dayandısa, avtomobilini də təbii ki, satmaq istəyən 17 minə satırsa, arada 500 manat varsa, o razılaşma prinsipi əsasında bu avtomobili həmin adam sata da bilər, satmaya da bilər. Bax, belə bir şey, yəni hər kəsin gözünün önündə. Son 40 saniye kaldı. Belki de axırıncı təklif avtomobili artık aparacaq. Böylelikle 30 saniye kalır. Növbəti bazardan artıq real satışı start götürəcək, real satış başlayacaq. Təəssüratı sizlə bölüşdüm. İndi qalxıram yuxarı. Sizə yeni məlumatlar təqdim eləməyə biz getdik. Dəyərli izləyicilər, qarşımızda maraqlı bir SUV var, Jeep var qarşımızda. Hər kəsə təbii ki, bəlli olan biz kuzovdan, bandan danışırıq. Avtomobil 2012-ci ildir, təbii ki, Amerikankadır, 3.6 benzin mühərrikdir və vizual olaraq mən görünüşünü sizə təqdim edəcəm. Daha sonra isə sizə bu avtomobilin qiymətini və təbii ki, yürüyüşü ilə də bağlı detallı məlumatlar çatdıracağım. Görürsünüz, dəyərli izləyicilər, əsl SUV-dən gedir söhbət. Burada crossoverlik heç bir şey yoxdur. Təbii ki, SUV-dur, SUV-dir. Biz burada açarsız daxil olma görməyəcəyik. Belə, dəyərli izləyicilər, buradan açırıq qapını. Xüsusi şərhə ehtiyac hələ ki görmürəm. Oturacaqların idarə olunması və s. əllə. Hamısı, belə deyək də, ruchnoy deyirlər. Və biz buradan daxil oluruq. Bir dənə Android monitor qoyubdur qardaş avtomobilə. Sürətlər qutusu təbii ki, avtomatdır. Biz buradan bunu görürük və paralel olaraq da 4 çəkən olduğunu görürük avtomobilin. Biz qalxırıq idarəetmə panelinə doğru, şiti göstərəndən sonra sola gəlirik idarəetmə panelinə və yürüyüşün burada görürük ki, 247 min real, yəni start yürüyüşündədir avtomobil. Multisukandır, yəni burada şərhə hər hansı bir formada mənə ehtiyac görmürəm. Çünki avtomobillə bağlı, yəni belə deyək də, müasir o funksional avtomobillərlə səhv salmayın bunu. Bu bir SUV-dir, yəni ki, bunun aqressivliyi də, sərtliyi də və funksional olmadığı da təbii olan bir şeydir. Bunu alanlar, bunu sürənlər təbii ki, bunun məhz bu cipliyindən yararlanırlar, SUV-liyindən yararlanırlar. Bunun hər hansı formada funksional olub olmamağı bu avtomobilin həvəskarları üçün o qədər də maraqlı
deyil dəyərli izləyicilər, tutub düşmək üçün yerlərdir. Avtomobildə göstərirəm detallı şəkildə sizə və biz ön qapını bağlayırıq, arxa qapını açırıq və arxa qapıdan da sərnişinlər üçün oturulan yeri, oturacaqları sizə təqdim edirik. Bəli, dəyərli izləyicilər, səs sistemi və hər şey buradan açıq-aydın görsənir. İçərisi o qədər də geniş deyil. Yenə qeyd edirəm ki, çünki SUV-dir. SUV-lərdən xüsusi bir komfort gözləmək təbii ki, yersizdir. Bu avtomobil yalnız həvəskarları üçün və yolsuzluq şəraiti olan hissələrdə sürülür, idarə olunur. Və mən də bunu İstədim ki, çəkəm, bu formada sizə təqdim eləyəm. Bir maraqlı məqam var ki, avtomobilin qiyməti nədir? 35.700 manat start qiymətidir. Qardaş deyir ki, qiymətində də biz endirim eləyəcəyik almaq istəyənlərə. Gəlmişik Vitoların, Mercedes Vitoların və Vionaların satıldığı nöqtəyə, bazarın sol tərəfində. Elə TAC hərracı ilə üzbəyüz hissədədir, bax bu satılan həmin mikroavtobusların satıldığı hissə. Burada da baxırıq ki, avtomobil çoxdur, maraqlı mikroavtobuslar çıxarılıbdır, amma iş orasındadır ki, burada da bir alqı-satqı görmürük. Hələ ki, bir alqı-satqı bir müştərinin gəzdiyini, avtomobillərə baxdığını müşahidə etmirik. Kadrdan da özünüz açıq-aydın görə bilərsiniz bu prosesi. Avtomobil 2021-ci ildir. Adətən bu avtomobilin mən hibrid mühərriklərini daha çox görürəm Bakı şəhərində. Bu isə 2.4, yalnız 2.4 benzindir. Yəni hibrid falan deyil, əlinizi üzün hibrid məsələsindən. Avtomobilin mühərrikini sizə dedim, ilini sizə dedim. İndi qiymətini və yürüyüşü ilə də sizi tanış edəcəm. Əvvəlcə avtomobilin nömrəsi düşməmə şərti ilə vizual görünüşünü sizə təqdim edirəm. Niyə nömrəsi düşməmə şərti ilə deyirəm dəyərli izləyicilər? Çünki sahibi xahiş elədi ki, çəkirsənsə çək, amma elə ki, nömrəsi düşməsin. Mənə də maraqlıdır ki, niyə avtomobillərin nömrəsinin düşməyini istəmirlər bu maşını satanlar? Çox maraqlıdır. Hələ də o suala cavab tapa bilməmişəm. Qapılarını açırıq və biz nə görürük? Premium salon görürük dəyərli izləyicilər. Avtomobilin oturacaqlarının idarə olunmasını görürük. Lük falan yoxdur. Müəyyən funksiyalar görürsünüz ki, burada yoxdur. Yəni orta komplektasiyadır deyərdim. Biz buradan daxil oluruq. Avtomobilin içərisindən Amerika iyi gəlir. Niyə Amerika qoxusu gəlir deyirəm? Çünki bəzən bataqlıqda hər bir qoxular gəlir Amerikadan gələn maşınların. İndi səbəblərini mən detallı şəkildə demək istəmirəm. Həqiqətən bu avtomobildə içindən bax elə bir qoxu gəldi. Bataqlıqda hər bir qoxu. Yəni nəmişlik, rütubət qoxusuna bənzər bir qoxudur. Belə dəyərli izləyicilər, interyerini göstərirəm, böyük monitordur, müasir avtomobildir. Təbii ki, start stopu var və avtomobilin multisükanında görürsünüz funksiyaları, cruise kontrola və s. Yəni bu Highlander'in start qiyməti nə olacaq bilmirəm. Vizual görünüşünü hələ ki təqdim edirəm, üzr istəyirəm. Mən satan deyiləm. Bloger olaraq avtomobili təqdim edirəm avtomobil həvəskarlarına. Bu Highlander'i indi mən detallı şəkildə sizə oturacaqlarını da təqdim edirəm. Görürsünüz, oturacaqları da parçadır. Və biz burada lük falan heç nə görmürük və biz buradan da düşürük. Qabaq tərəfdən də idarəetmə panelini, şiti və s. göstəririk buradan. Buradan düşürük aşağı. Görürsünüz, bu dirsəklikdə də funksiyalar var kondisioner üçün və aşağıda da şarj etmə yerləri və s. var. Və biz bu avtomobilin salonundan çıxırıq. Yavaşca başına kuruklaya ümumi vəziyyətini sizə təqdim edirik. Qiyməti də nədir? Bu Highlander'in, onu da sizə deyəcəm indi. Bu Highlander'in start qiyməti isə 59.500 manatdır. Bəli, dəyərli izləyicilər, külək adam aşırdır, yerimək olmur. Ciddi bir alıcı mən görməmişəm. Tək-tük avtomobillərlə belə şifahi şəkildə maraqlanırlar. Yer gəlmişkən hər birinizdən xahiş edirəm ki, maşınsat.az saytında avtomobilinizi satmaq üçün dostlarınıza məsləhət görün bu saytı. Məsləhətli saytdır. Maraqlı saytdır, limitsizdir, nə qədər elan yerləşdirirsən yerləşdir. Bu sayt sizin üçün əlverişli olacaq və xüsusi olaraq da avtomobillərin VIN kodunu yoxlaya bilərsiniz. Ümumiyyətlə bazarda avtomobil sata bilmirsinizsə və yaxud digər saytlardan da bezmirsinizsə, dediyim kimi maşınsat.az saytına daxil olub burada avtomobilinizi rahat şəkildə sata bilərsiniz. Bir dəyərli izləyicim yazmışdı ki, mənə RAV4 çək, Toyota RAV4 çək. Tapmışam, çox qəşəng bir rəngdədir. Avtomobil 2019-cu ildir. 2-dir mühərriki, rəsmi servisdir və mən indi vizual görünüşünü sizə təqdim edəcəm bu Toyota RAV4-ün. Görürsünüz, çox maraqlı, çox qəşəng rəngdədir. Bazarda bu rəngdə RAV4 bir dənə olduğuna görə dedim, bəlkə sizin üçün daha maraqlı olar deyə yaxınlaşdım göstərmək üçün. Avtomobil nə qədər gedib?
110 min real yürüşdədir. Qiyməti, start qiyməti nədir? 36.500-ə deyir start qiymətini qardaş. İndi daxil olacağım interyerini sizə göstərməyə dəyərli izləyicilər. Qapılarını biz açırıq, biz nə görürük? Avtomobil premium komplektasiyadır, onu deyə bilirik. Çünki oturacaqların idarə olunması və s. mən görmürəm, elektron idarə olunmadan gedir söhbət. Biz buradan içərisinə keçirik, qapını əlində saxlamışam, çox güclü küləkdə qapını atar deyə. Böyük bir monitor görürük burada və təbii ki, biz burada nəyə görürük? Sürətlər qutusu mexanizmi bölümündəki eko rejimdir, sport rejimdir, normal rejimdir və burada elektron əl əyləcini görürük və biz buradan qalxırıq avtomobilin idarəetmə panelinə doğru və indi yürüyüşünü də mən soruşacağım. Avtomobilin yenə qeyd edirəm ki, komplektasiyası premium komplektasiyadır, çünki dəri oturacaqlardır. Tam full komplektasiya deyil, bunu buradan da görmək olur. Və biz detallı şəkildə buranı göstərəndən sonra oturacaqların vəziyyətini sizə təqdim edirəm, görürsünüz. Çox maraqlı rəngi var. Avtomobildə yer gəlmişkən lük və s. heç nə yoxdur. Görürsünüz, lük və s. yoxdur və çox belə təzə vəziyyətdədir deyərdim. Görürsünüz, dirsək altı və s. edilməyib, heç oturacaqların rəngi belə bozarmayıb. Ön qapını örtürəm və biz yavaşcana açırıq arxa qapını və arxa sərnişinlər oturan hissəni də sizə təqdim edirəm. Bax, buradan gəlirik. Arxa oturacaqların vəziyyətini də göstərirəm sizə. Çox sərgəli vəziyyətdədir. Çox güman ki, az sürülüb. İndi soruşacağım sahibindən. Baxın, biz buradan da qalxırıq şitə doğru və buradan da görüntünü sizə təqdim edirik. İndi fırlanıram avtomobilin digər tərəfinə və qapılar qəşəng örtülür. Rəngi çox əladır. Toyota RAV4-dən gedir söhbət, rəsmi dillərdən alınıbdır, yəni servisdir. Avtomobilin yürüyüşü nə qədər idi? 110 min bəli demişdik və start qiyməti nə qədər idi dedim bir də 36.500 manat da start qiymətidir. Çox maraqlı və çox qeyri-adi rəngi var. Bəzi hissələrdə xırda para, bez kraska işləri var, o da ki boş söhbətdir, həll eləmək olar və avtomobilin vizual görünüşünü ümumi olaraq sizə təqdim edirəm. Hansı ki bir dəyərli izləyicim RAV4 çəkməyimi istəmişdi. Onun üçün çəkirəm bunu və digərləri üçün də maraqlıdırsa, yəni təbii ki RAV4 həvəskarları çoxdur. Onlar üçün də bu avtomobil məncə yerinə düşdü. 2008-ci ildir, servisdir və rəng dəyim detalları yoxdur deyir qardaş, yəni qəzası yoxdur. Bez kraska deyək avtomobilə və 178 min yürüşdədir. Avtomobilin mühərriki dedik nə idi? Mühərriki nə idi? 4.8, bəli 4.8 mühərrikdən gedir söhbət dəyərli izləyicilər. Çox qəşəng səliqəli vəziyyətdədir bu X5 və 2008-ci ildir. Dəyərli izləyicim biri xahiş etmişdi ki, bu ildə belə bir X5 tapam çəkəm. Onun üçün tapıb çəkirəm və təqdim edirəm bu X5-i sizə vizual görünüşünü. İndi bir kurukda fırlanandan sonra biz daxil olacağıq. Bu səliqəli vəziyyətdə olan rəsmi servisdən alınmış X5-in 2008-ci ilin X5-inin interyerinə baxaq görək interyeri nə vəziyyətdədir. Daxil oluruq və biz nə görürük? Premium komplektasiya ilə qarşılaşırıq avtomobilin və biz burada içəri keçəndə görürük ki, avtomobilin oturacaqları, yaddaşlı oturacaqları var, dəri salondur. Avtomobil qeyd etdiyim kimi premium komplektasiyadır. Görürsünüz, avtomobilin damı başdan başa panoramik damdır və interyerini sizə yavaş-yavaş təqdim etməyə çalışacağım. Buradan ön şiti göstərirəm sizə. Böyük monitoru var, ənənəvi qaydada X5-in. Görürsünüz, dəyərli izləyicilər. Qapılar prisosdur və biz buradan daxil oluruq sərnişin oturacaqlarında sizə təqdim edəcəyik. Baxın, çox səliqəli oturacaqları var. Sanki içərisində heç kəs oturmayıb, əyləşməyib. Avtomobilin kondisioneri bu dəqiqə işləyir və buz kimi kondisioner biz görürük içəridə. Havanın temperaturu çox əladır. Arxa sərnişinlər üçün də funksiyası var, klimat kontrolu var və biz buradan bir də qalxırıq ön şitə doğru və içərisini göstəririk sizə. Yeri gəlmişkən yenə də tavana qalxıram və sizə başdan başa panoramik tavanı mən sizə təbii ki təqdim edirəm. Və buradan yavaş-yavaş çıxırıq, biz gedirik yük yerinə doğru. Dəyərli izləyicilər, avtomobil çox səliqəli vəziyyətdədir. Yük yerini açdı qardaş və biz buradan yük yerinə daxil oluruq. Bəli, çox səliqəlidir. Həqiqətən də avtomobil böyük bir yük yeri var. Nömrə qarışıq 26.000 manatdır. Bu X5-in start qiyməti dəyərli izləyicilər, nömrə qarışıq. Nömrəsi də maraqlıdır, 050-dir nömrəsi, 77 iləndir və həqiqətən də 26.000 manat Alman keyfiyyətindən danışırıq dəyərli izləyicilər.
Mühərrikdəki təbii ki canavardır. 4-8 mühərrikdən danışırıq. Buradan da daxil oluruq interyerini sizə təqdim etməyə. Görürsünüz, bu da buradan görüntüsü, bu X5-in. Buradan gəlirik, bu oturacaqların da təbii ki idarə olunduğunu və yaddaşlı oturacaqları görürük. Və biz buradan indi təqdim edəcəyik sizə təbii ki bu avtomobilin damının görünüşünü. İndi jalüzü geri çəkdi qardaş. Görürsünüz, jalüz artıq geri gedir və biz burada böyük bir panoramik lük görürük, yəni dam görürük. Həqiqətən də bu X5-ə söz yoxdur. 26.000 manat da ki bu X5-in start qiymətidir. Maraqlananlar üçün, almaq istəyənlər üçün təbii ki, bazarda tapa bilməyənlər, sırf bu mühərrikdə, bu vəziyyətdə, rəsmi diller olmaqla bu komplektasiyada belə bir avtomobil axtarıb tapa bilməyənlər, avtomobil sahibinin nömrəsi məndədir. Kim bu avtomobillə maraqlanmaq istəsə, almaq istəsə, real algıdan gedir söhbət. Birbaşa YouTube üzərindən şərh bölməsinə yazmaq kifayət edir və avtomobil sahibi ilə həmin qardaşı əlaqələndirəcəm və təbii ki, alqı-satqı prosesində yəni iştirak edə bilərəm, eləməyə də bilərəm. Əsas odur ki, ürəyinizcə bir avtomobil deyərdim. Həqiqətən də söz yoxdur bu X5-ə 2008-ci ilin. Dəyərli izləyicilər. Bəli, bu da 4.8-in gücü, hə qardaş? Maraqlıdır, soruşmaq istəyirəm. Maşının yük yerində əyləşib yorulan dayılardan ki, görək bu bazar necə oldu dayı? Super. Yəni alqı-satqı var. Niyə yoxdur? Dəb kimidir. Doğrudan deyirsiniz? Niyə yoxdur? Mən görmürəm axı alqı-satqı. O görünmür ki. Kim satanda deyir yaxşıdır, satmayanda pis. Əslində bu da bir reallıqdır. Avtomobili satan deyir ki, bazar əlaydı. Sata bilməyən deyirdi ki, bazar yoxdur, ölüb. Bugünkü günü kim öz maşınını satırsa, qardaş, onun üçün bazar var. Kim də sata bilmirsə, deyir məhəllədə, küçədə deyir ki, bugün bazar yoxdur. Sən nə deyirsən? Bax, bazarı gəzirsən. Doğrudan da bazar var, yoxsa yoxdur? Yox, çox zəifdir. Bax, fikirlər belə müxtəlifdir. Dayı da deyir ki, kim sata bilirsə, deyir bazar bomba. Çoxdan alverçisidir. Bir Sarentam var idi. 3 bazar getdim, gəldim, o nətər getdim, hər gün apardım, qaytardım. Axır 4-cü bazar elə özüm ayasından satdım. Getdim dedim ki, çox gözəl alver var. O alverdən olmaqdansa olmadığı yaxşı. 4 ayda satamıram deyə sayın. Əslində son nöqtəni real cümlə ilə son nöqtəni vurdu. Sən neçə bazar sata bilmirsən? 4 ayda satamıram. 4 ayda sata bilməyən burada qardaşlar var ki, avtomobili 4 ayda sata bilmir. Dayı da deyir 4 bazar apardım, gətirdim, aşağı yuxarı 1 aydan gedir söhbət, amma təəssüf ki, deyir, axırda mayasına verdim, getdim. Deməli, dəyərli izləyicilər, qarşımızda 2018-ci ilin BMW C30-u var. Mühərrik təbii ki, hibriddir, amma neçə hibriddir onun qardaşdan soruşacağım. 2 motor plug-in hibrid. Necə? 2 motor plug-in hibrid. 2 motor plug-in hibriddə avtomobil nə qədər gedib? 175 bin kilometr. 175 min kilometr. Amerikada yoxsa? Amerikadır, bəli. Amerikadan gələndə başına nə gəlib soruşmaq istəyirəm. Çünki maraqlı sual budur əsasən alıcılar üçün. Güzəldə kapotun ucu əzilib, küçə bir də fara qırılıb. Başqa Detal dəyişikliyi olub bir yoxsa? dənə kapot M5 qoymuşam, M5 yığdırdım. Hə, M5-ə yığdırdığına görə qardaş bir dənə ön kapotu, M5-in kapotunu qoyubdu. İndi biz nə edəcəyik? Bu avtomobili vizual olaraq görünüşünü sizə təqdim edəcəyik. Başladıq avtomobilin ümumi görünüşünü sizə təqdim etməyə. Yavaş-yavaş daxil oluruq böyük tərəfdən avtomobilin vizual görünüşünü sizə göstərməyə. Bəli, avtomobil deyir M5-ə yığmışam deyə, kapotu da elə dəyişmişkən M5-in kapotunu qoymuşam. Biz buradan keçirik bu BMW-nin sol tərəfinə. C30-dan gedir söhbət, dəyərli izləyicilər. Daxil oluruq bu C30-un interyerini sizə göstərməyə. Bəli, dəyərli izləyicilər, avtomobilin interyerinə daxil oluruq və nə görürük? Full komplektasiya olduğu ilə daha yaxından tanış oluruq. Oturacaqların elektron idarə olunmasıdır və biz buradan qalxırıq. Lip stoplara qədər avtomobildə hər şey var. Görürsünüz, lip stoplar burada var və biz buradan keçirik. Avtomobilin interyerini sizə göstərmək üçün yavaşca enirik aşağı, kameranı endiririk yüngülcə və görürsünüz, idarəetmə panelinə doğru gələcəm indi mən. Yavaş-yavaş gəlirik, buradan keçirik. İdarəetmə panelində sizə göstərirəm ümumi vəziyyəti. Baxın, burada enjektorun işığı niyə yanır? Yəqin ki, katalizator üstündə deyil. Bəzən Amerikadan gələn avtomobillərin bir çoxunda katalizator olmur. Niyəsə çıxarırlar bu gömrük məsələlərində, ya satırlar, ya neyniyirlərsə. Görürsünüz, sürətlər qutusunun
bu pillələri hərəkətə keçirən mexanizmin böyründə həm də joystick var və s. Burada bir çox sürüşmə əleyhinə və s. Burada modlar var, yəni funksiyalar çoxdur. Elektron əl əyləcindən tutmuş hər şey var avtomobildə. Biz oturacaqların yaxşı vəziyyətdə qaldığını sizə təqdim edirik. Görürsünüz, oturacaqlar belə açıq şokolad rəngidir və biz bunu bu formada detallı şəkildə göstəririk sizə. Qalxırıq tavana doğru və biz damda böyük bir lük görürük. Görürsünüz, lükü də böyük bir lükü var. Disk təkərin ümumi vəziyyəti ilə sizə tanış edirəm. Görürsünüz, disk təkər də səliqəli vəziyyətdədir və biz yavaş-yavaş keçirik bu hissəyə və hibrid olduğunu göstərən hansı ki şarj olma yeridir. Plug-in hibriddir, bu isə o deməkdir ki, avtomobil həm şarjla, elektriklə, həm də ki yanacaqla, benzinlə işləyir dəyərli izləyicilər. Nə qədər də yürüyüşü var idi? 175 min kilometrdə hazırda faktiki yürüyüşüdür bu BMW C30-un. Qiyməti də 39 min manatdır. Bu 2018-ci ilin C30-unun, BMW C30-dan gedir söhbət. Şimal küləyi canımızı boğazımıza yığdı, yəni həqiqətən də bilmirəm hansı tərəfdən çəkiliş edeyim. Çünki külək imkan vermir, pır səs imkan vermir ki, normal səs yazsın kamera. Bazar çox sönük bazardır, çox ölü bazardır və bazara avtomobil gətirənlər, nə qədər bazarda avtomobil var, yer gəlmişkən səhər-səhər dediyim kimi bolluqdur avtomobil bazarında, amma alıcı demək olar ki, yoxdur. Gəzənlər var, amma alanlar yoxdur. Gəzənlər çoxdur, alanlar yoxdur. Yer gəlmişkən demək istəyirəm ki, elə avtomobillər olur ki, biz o avtomobilləri siz tərəfdən xahiş edirsiniz ki, falan avtomobillər çək. İnanırsınız mənə, mən həmin avtomobilləri tapıram, amma maraqlısı budur ki, tapırsan, xahiş edirsən ki, avtomobili çəkim imkan vermirlər, icazə vermirlər çəkməyə. Ona görə də elə bilirsiniz ki, mən çəkmirəm avtomobili. Həqiqətən də, məsəl üçün, qardaşlardan biri yazıb ki, mümkünsə BMW F10 çək, amma mən F10 artıq bir 10 dənə, 15 dənəsinə yaxınlaşmışam və heç birinin sahibi imkan vermir, icazə vermir ki, həmin avtomobili çəkəm. Bax, belə bir problemlərlə qarşılaşıram. Ona görə də çox təəssüf edirəm ki, istədiyiniz avtomobillər bəzən videoda yer ala bilmir. Məhz bu səbəbdən yer almır. Məsələn, bir qardaş neçə bazarda yazır ki, mənə Discover tap çək. Bu boyda bazarda mən neçə bazarda gəzirdim, Discover tapa bilmirdim. Bir dənə Discover görmüşdüm bazarda. O da bazara girdi və yaxdan onu axtarıram, tapa bilmirəm. Tapan kimi təbii ki, çəkəcəm və sizə təqdim edəcəm. Amma hələ ki, yoxdur. Gözə dəymir. Bazar isə sönük bazarda. Bazarda vaxt itirmək istəmirsinizsə, avtomobilinizi satmaq istəyirsinizsə, təbii ki, maşınsat.az saytına daxil olaraq avtomobilinizin elanını yerləşdirin və müştəri yolu gözləyin. Əminəm ki, bazardan daha effektiv olacaq bu sayt. Bəli, dəyərli izləyicilər, nəhayət bu boyda bazarda bir neçə nəfərə müraciət elədi, icazə vermədi, amma bir qardaş sağ olsun icazə verdi. Bir F10 çəkməyə qismət oldu bizə. 2015 2 Twin Turbo mühərriklə təchiz olunan bu F10 2015-ci il Amerika bazarı üçün nəzərdə tutulub, yəni Amerikadan gəlib Azərbaycana. Avtomobilin nəyi var, nəyi yox sizə təqdim edəcəm. Yavaş-yavaş biz bu F10-u vizual formada sizə təqdim edirik. Deyir, emək yığmışam mən avtomobili, 2 Twin Turbodur və biz buradan yavaş-yavaş nə edirik, gedirik avtomobilin bir dənə də ön tərəfdən görünüşünü verəcəm. Ondan sonra daxil olacağım bu F10-un interyerini sizə təqdim eləməyə. Bəli, dəyərli izləyicilər, aqressiv BMW görünüşü F10-dan gedir söhbət. Qiyməti, start qiyməti 29 min manatdır. 175 min yürüşdədir bu F10. Buradan göstərirəm, keçirəm. Oturacaqların elektron idarə olunmasını görürəm. Qapını buraxmaq olmaz. Külək hər an çırpa bilər. Ona görə buradan biz qalxırıq bu F10-un idarəetmə paneli və s. göstərməyə. Baxırıq ki, lip stopları var burada. Hər şey var, görürük. Buradan yavaş-yavaş daxil oluruq. Eyni anda da digər əlimlə qapını saxlayıram ki, insanların avtomobilinə zərər vurmayım. Buradan gəlirəm, göstərirəm sizə. Sürətlər qutusunu idarə edən mexanizmin böyür başını göstərirəm sizə. Detallı şəkildə baxın. Bu da onun ənənəvi zavod monitorudur. Buradan gəlirik. Sükanın didildiyini, söküldüyünü görmürük. Səliqəli sükanı var. Yenə qeyd edirəm ki, burada lip stopları da var bu F10-un. Buradan yavaşca biz göstəririk avtomobilin ön oturacaqlarının səliqəli vəziyyətdə olmağını. Görürsünüz, çox səliqəli oturacaqları var. Qiyməti 29 min manatdır. Göstərirəm sizə. Avtomobil polnu full komplektasiyadır. Mən bunu detallı şəkildə göstərdikcə siz də özünüz də görürsünüz. Buradan qalxırıq bu avtomobilin damına. Burada da böyük bir lük görürük.
Bəli, dəyərli izləyicilər, 29.000 manat 2 twin turbo emə yığılmış F10-dan gedir söhbət. Bu qapını da açırıq, sərnişin qapısını. Buradan da bu avtomobilin oturacaqlarını, sərnişin oturacaqlarını sizə yaxından təqdim edirəm. Və buradan dönürük, yavaşcana göstəririk bu avtomobilin arxa sərnişinlər üçün nəzərdə tutulan kondisioner giriş-çıxış məsələsini və buradan da biz qalxırıq işdə və burada sonlandırırıq. Dəyərli izləyicilər, maraqlı bir crossover var qarşımızda. 1-2 mühərriklə təchiz olunan, Amerika bazarı üçün təbii ki istehsal olunan Chevrolet Trax'dan gedir söhbət. Ötən bazarı mən çəkmişdim bu avtomobilin bir neçə il daha qocasını. İndi daha cavanını tapmışam. 2021-ci ildir. Yəni 2021-ci ildir, 1-2 mühərrikdir. Bu Trax maraqlıdır. Bu boyda gövdə üçün 1-2 mühərrik biraz qəribə gəlir adama. İndi bunu sizə təqdim edəcəm detallı şəkildə. Çox maraqlı dizayndadır 2021-ci ilin Trax'ı. Görürsünüz, 2017-lərə nisbətən bu gövdə həqiqətən də çox maraqlıdır. Bazarda bir neçə dənədir, yəni çox azdır bu Trax'lar. Açarsız daxil olma görürük və biz daxil oluruq. İnteryerini sizə təqdim eləməyə. Görürsünüz, interyerini göstərirəm. Premium komplektasiyadır təbii ki. Və lük falan görmürəm, ona görə deyirəm. Oturacaqlar həm dəri, həm parça ilə sintez olunmuş vəziyyətdədir. Baxın, göstərirəm sizə detallı şəkildə. Daha yeni nəsil olduğuna görə bu Trax'lar şit və yəni idarəetmə paneli çox maraqlı formadadır. Bu hibridlərin şitinə oxşuyur. Bu Trax'ların yəni 2021-ci illərin interyeri, daha doğrusu şiti. Görürsünüz, burada cruise kontrol və s. hər şey var sükanda. Biz buradan düşürük sürətlər qutusunu hərəkətə keçirən mexanizm böyür başına baxırıq, elektron əl-ələcə görürük və təbii ki, bu avtomobildə biz görmədiyimiz şey oturacaqların elektron idarə olunmamasıdır, yəni ki, orta komplektasiyadır ona görə. Baxın, buradan da biz qalxırıq, detallı şəkildə sizə təqdim edirəm. Maraqlıdır ki, bunun start qiyməti neçədir? 31 yarıma deyirsiniz, nə qədər gedib avtomobil? 24.000. Bəli, 31.500-ə deyir, 24.000 də yürüyüşü var bu Trax'ın. Yəni, rəng dəyməyib təbii ki, 24.000 yol getmiş nə yoldur ki, yəni çox təzədir. Belə dəyərli izləyicilər, görünüşündə və detallı şəkildə sizə təqdim elədim bu Trax'ı. Bir dəyərli izləyicim yazmışdı ki, mənə 2 turbo 2017-ci il Santa Fe tap çək. Tapmışam dəyərli izləyicim, qarşımdakı dediyi kimi 2 dizel, 2 turbo mühərrikdir. Koreya bazarı üçün nəzərdə tutulmuş 2017-ci ilin Santa Fe'sidir. Avtomobili göstərəcəm sizin üçün, lupa farlar və s. Polnu full komplektasiyadır, çünki bunu kənarda müşahidə etmək olur. Yavaş-yavaş Santa Fe'nin interyerinə daxil olmağa çalışacağım. Külək imkan vermir ki, normal formada danışam. Görürsünüz, açarsız daxil olması var. Keyless qosu. Biz buradan gəlirik, oturacağı sizə təqdim edirik. Interyerini göstərirəm mən sizə, qapıların rəngi və s. Buradan gəlirik. Avtomobilin oturacağı çox maraqlı rəngdədir. Oradan keçirik yavaş-yavaş bu Santa Fe'nin şitini sizə göstərməyə. Görürsünüz, böyük bir monitoru var, zavod monitorudur. Buradan qalxırıq yuxarı. Biz klimat kontrol görürük, dual kondisioner təbii ki. Burada lipstoplara qədər bu avtomobildə hər şey var və buradan görürsünüz, mən detallı şəkildə sizə təqdim edirəm. Lipstoplarını görürsünüz. Birazca da qırmızı şeylər qoyublar, tutacaqlar qoyublar lipstoplara və görürsünüz, burada kör zonanın təyin edən funksiya var, sükan qızdırıcısı var, yoxuşdan enməyə qarşı və s. Avtomobilin real yürüyüşü nə qədərdir onu burada görə bilmirəm. Ona görə də sizə onu da öyrənib deyəcəm və biz buradan salondan biz qalxırıq yavaşça damına doğru. Damda da böyük bir panoramik lük görürük və nə edirik? Bu qapını yavaşça örtürük. Ondan sonra keçirik arxa oturacağı açıb sizə təqdim eləməyə. Görürsünüz, buradan da sizə göstərirəm dəyərli izləyicilər. Böyük bir interyeri var, çox genişdir bu avtomobilin interyeri, salonu həqiqətən də görürsünüz. Buradan biz qalxırıq, yenə də sizə böyük bir panoramik tavanı təqdim edirik. Bəli, dəyərli izləyicilər, maraqlıdır ki, qiyməti dedimmi, demədimmi? İndi soruşacağım qiymətini qardaşdan. Görək, qardaş. Qardaş, qiyməti nə idi? 35 yarım. Nə qədər gedib avtomobil? Bəli, 169.000 yürüşdədir. Qiyməti də, start qiyməti də 35.500 manatdır. Santa Fe həvəskarları 2017 2 turbo dəyərli izləyicilər.
Bəli, dəyərli izləyicim, axırı ki bazarı gəzdim. Hansı ki bazara bir dənə Discover daxil olmuşdu. Onu da tapa bilmirdim, yerini tapa bilmirdim. Artıq tapdım. 2015-ci ilin Discover 4-ünü tapmışam. Bir dənə qardaş xahiş eləmişdi onun üçün çəkməyimi. 2015-ci ildir, 3 dizel mühərrikdir. Və indi bu avtomobilin interyerini və digər detallarını sizin üçün çəkəcəm, təqdim edəcəm. Diqqətlə baxın. Öndən maksimum nömrə düşməmək şərti ilə göstərirəm sizə Discover'in ön görünüşünü. 2015-ci ildir yenə qeyd edirəm ki, detallı şəkildə baxın. İndi biz avtomobilə daxil olacağıq. Açırıq qapısını, ön qapısını. Bəli, siqnalizasiyası var. Qardaş inşallah söndürər ki, söndürdü. Və biz buradan daxil olanda görürük ki, avtomobilin kodla açılması üçün burada kilit düymələri var. Təbii ki, çöldən də biz bunu müşahidə etdik. Və ön oturacağın elektron formada tənzimlənməyini görürük. Qapısı ağırdır və qapını mən saxlamışam ki, küləyə atmasın. Görürsünüz, nəhəng bir salonu var həqiqətən də. Biz buradan detallı şəkildə sizə sükanın ümumi vəziyyətini təqdim edirik. Kruz kontrolu və s. Avtomobilin start hazırda yürüşü 259.811 kilometr yürüşdədir avtomobil. Göstərirəm sizə. Elə idarəetmə panelində siz bunu görürsünüz. Bilməm, görürsünüz yoxsa yox. Yəqin ki, görürsünüz. Kamera inşallah fokusa getməyibdir. Və biz buradan yavaş-yavaş enirik. Bu hissəni sizə təqdim edirik. Buradakı işıqların idarə olunmasını, yəni ön farların idarə olunmasını və buradan gəlirik şitin bu hissəsinə. Öz ənənəvi zavod monitoru var bu Discover'in üzərindəki monitor. Bax, buradan qalxanda da görürsünüz. Sürətlər qutusunu hərəkətə keçirən mexanizmin joysticklə idarə olunmasını görürsünüz. Avtomobilin yoxuşdan düşməyə qarşı burada bir çox funksiyalar yer alırdı. Baxın, sport rejim, qarda sürüşməyə qarşı və s. Burada hər şey görürük. Oturacaqların isidilməsi, ventilyasiyası və s. Biz buradan gəlirik, yenirik, buradan çıxırıq, bu hissədən çıxırıq. Detallı şəkildə böyük planda göstərməyə çalışıram sizə. Və tavanı göstərirəm sizə, dəyərli izləyicilər. İki tərəfli lüp görürsünüz burada, jalüzlərlə. Daha doğrusu üç tərəfli görürsünüz. Arxadan tutmuş, bura qədər avtomobilin tavanında biz göyün üzünü görə bilirik. Bəli, belədir vəziyyət. Biz yavaş-yavaş ön tərəfdən çıxırıq, keçirik arxa sərnişinlərin oturduğu hissəni sizə təqdim eləməyə. Qapını təbii ki, buraxmaq olmaz, çünki güclü külək əsir, qapını hər an ata bilər. Ona görə mən sizə detallı şəkildə ehtiyatla göstərirəm bütün hər detalı. Baxın, buradan da göstərirəm, buradan da qalxıram. Bu hissəni də təqdim edirəm və buradan da fırlanıram yavaş-yavaş. Baxın, önə doğru kameranı endirirəm ki, ön şitə doğru hər şeyi daha detallı şəkildə görəsiniz, dəyərli izləyicilər. Baxın, buradan bu formada sizə təqdim edirəm. Start qiyməti nə idi, qardaş? Start qiyməti nə idi? 37.000 manat da start qiymətidir, dəyərli izləyicilər. 37.000 manat start qiymətidir. Fırlanacağım. Digər detalları da ki, təbii ki, sizə göstərməyə maraqlıdır, dəyərli izləyicilər. Discover, başqa sözlə Land Rover, yəni Land Rover'in xalası oğlumu deyək, Land Rover Discover, nə deyirsinizsə deyin. Qardaş xahiş eləmişdi, onun üçün tapdım və sizə təqdim elədim. Bəli, dəyərli izləyicilər, bugünlük bu qədər deyirəm, çünki daha əvvəl çəkdiyim avtomobillərin bir çoxunu yenə xahiş eləmişdiniz ki, çəkəm, ona görə də çəkmədim. Kia Rio'lar istəmişdiniz, Chevrolet Cruze'lar istəmişdiniz, Camry'lər istəmişdiniz. Bundan əvvəlki bazarda onların hər birini detallı şəkildə çəkmişəm, amma çox təəssüf ki, bəzi izləyicilər videonu axıra qədər baxmırlar və yaxud yığdıra-yığdıra baxırlar, detallı baxmırlar. Ona görə də çəkdiyim avtomobili dəfələrlə məndən təkrar istəyirlər ki, həmin avtomobilləri çəkəm. Ona görə də hər birinizdən xahiş edirəm ki, paylaşdığım videolara detallı baxın, maraqlı videolarda maraqlı şərhlər edirəm. Yəni sizi sıxan, yoran videolar deyil təbii ki. Düzdür, razıyam uzun videolarda, amma mən uzun ona görə çəkirəm ki, mənlə elə bil ki, bazar turu keçirirsiniz. Mənlə elə bil ki, mənim kameramın gözü ilə siz bazarı gəzmiş olursunuz. Ona görə belə uzun çəkirəm, yəni xronometraj bu qədər böyük olur. Və ona görə də xahiş edirəm ki, detallı videolara baxın. Videolara baxandan sonra görəcəksiniz ki, istədiyiniz avtomobillərin hər biri çəkdiyim videolarda var. Yəni təkrar Cruze çəkmək, Kia Rio çəkmək, nə bilim Hyundai Elantra çəkmək və s. kimi avtomobilləri məndən istəyirsiniz, amma
videoya baxın xahiş edirəm. Ondan sonra çəkmədiyimlərimi istəyin. Məsələn, Discover tapıb çəkməmişdim indiyə qədər. Qardaş xahiş eləmişdi. Ona görə də tapdım, çəkdim və belə mən bu bazardan çıxmalıyam. Çünki bazar maraqsız bazardır, sönək bazardır. Bazarda alqı-satqı demək olar ki, yoxdur. Biraz öncə də mən dediyim kimi yenə də təkrar edirəm, xahiş edirəm hər birinizdən maşınsatı.az saytına dəstək olaq. Real qiymətlər demək olar ki, bir çox saytlarda yoxdur, şişirdilmiş qiymətlərdir. Bazarda isə alqı-satqının hansı səviyyədə olduğunu görürsünüz. Uzağa getmədən elə maşınsatı.az saytına daxil olmaqla limitsiz şəkildə neçə elan yerləşdirirsinizsə yerləşdirin. Öz avtomobilinizi rahat şəkildə satın və bu saytı da dəstək olaq ki, dəstək olaq. Qalxsın, yaxşı qardaşın saytıdır, reklam deyil. Populyarlaşsa təbii ki, hər kəs üçün daha sərf edən və hər kəs üçün daha əlverişli olacaq bu sayt. Özə yaxşı baxın, mən getdim və gələn bazar sizi yeni vloqlarla tanış eləyəcəm, yeni qiymətlərlə, təbii ki, bazarın yeni vəziyyəti ilə. Bu bazar isə külək gözləntiləri alt-üst elədi. Bəli, küləyin təsiri böyük oldu. Alıcılar demək olar ki, yoxdur bazarda. Gəzənlər var, amma real dayanıb avtomobil alanlar yoxdur. Biz getdik.